Verilişin baş sponsoru Hacı Ceylon çayları. Elmin mənəvi siması onun kimin əlində olmasından çox asılıdır. Əlbəttə ki, fakt təsvir məqamında olan hadisədir və elmdə konkret faktlara, elmdə konkret təsvirə, elmdə konkret sübuta ehtiyacı olan bir məhfumdur ki, bunun da dəqiq təsvirini verən insanlar elm fədailəri və elm xadimləridir. Bugün biz elmdən, bugün biz elmə xidmət edənlərdən danışacağıq. Əgər elm bir xanım əlindədirsə, deməkdir ki, burada həm də bir estetika var. Bugün Xəzərin sahilində əziz bizi izləyənlər, əziz bizi gözləyənlər, gözəl bir xanım, elmli bir xanım və sözün bütün mənalarında milli mənəvi dəyərlərimizin qoruyucusu olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dillər Kafedrasının müdürü, filologiya elmləri doktoru, professor Fəridə xanım Səfiyevə bizim olacaq. Hər birinizi salamlayırıq əziz tamaşaçılar. Hər birinizlə bərabər olmaq bizə çox xoşdur və ümid edirik ki, bizimlə keçirdiyiniz bu dəqiqələr ərzində sizin də ruhunuz qidalanacaq. Çünki biz Xəzərin sahilindəyik və Xəzərin sahilindən sizi salamlayırıq. Özüm şagird olanda, məktəbdə oxuyanda da məni sıxan müəllimlər, mənə nəyisə zorla təlqin edən müəllimləri sevməmişəm. Şagird əvvəl fənni müəllimə görə sevir. Fənni fənn olaraq yox, müəllim necədirsə, müəllimə görə sevir fənni. Auditoriyanın qarşısında deyib ki, siz mənim müəllimim olmamışsınız, siz sadəcə mənə dərs demişsiniz. Onlarla müəllim tələbə münasibəti yox, dost münasibəti çalışıram, saxlayam. İnsan həyata gəlirsə, deməli, özündən sonra nəyisə qoyub getməlidir. Və hesab edirəm ki, bu missiya hələ davam edir məndə. Fəridə xanım, necəsiz? Yaxşı, çox xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram. Çox gözəl məkandır, həqiqətən. Yaxt klubdadır bizim bax bu məkanımız. Hər zaman tamaşaçılarımız soruşur və hər zaman xüsusi diqqət göstərirlər, xüsusi fikir bildirirlər. Bakımız əlbəttə ki, gözəlləşir. Bakımız günü-gündən öz bədii təsvirini, estetik təsvirini dəyişir və bu dəyişim göz oxşayan və müasirliyin diktəsi olaraq dəyişir və Xəzərin sahilində də bütün bunları izləmək, görmək və məhz tam da buradan görmək əlbəttə ki, göz oxşayandır. Mən operatorlarımıza hər zaman burada deyirəm ki, çalışın arxadakı Qız Qalası görünsün. Çalışın ki, bax oradakı yeni bizim binalarımız görünsün. Yəni, baxdıqca doya bilmədiyimiz bir məkandır. Bəli, həqiqətən. Fəridə xanım, verişdən öncə Xəzərimizlə salamlaşdınız. Və bizim belə mistik, mifik bir qəhrəmanımızdır həm də Xəzər. Mənimlə bərabər veriliş aparır. Bax, ruhum necədirsə, o da özünü elə aparır. Bugün bax, görürsünüz, bugün görürsünüz necə biraz təlatümü var. Siz də salamlaşdınız, gəzdiniz, ətrini çəkdiniz ciyərlərinizə. Və hər dəfə deyirəm ki, verilişdən öncə qoy qonaqlar o ab-havanı, o hissi yaşasın ki, onların təəssüratları olduğu kimi və daha təbii olsun. Nə dedi Xəzər sizə? Və yaxud siz hansı sözlərlə gəlmişdiniz onun qoynuna? Xəzər çox şey dedi mənə, mən də ona çox şey dedim. Uşaqlığım Xəzərin sahilində keçib, gəncliyim Xəzərin sahilində keçib. Yəni, bu məkanlar mənə o qədər doğmadır. Məktəb vaxtı tez-tez qaçırdıq, dərsdən gəlirdik Xəzərin sahilinə. İnstitut vaxtı yenə də nişanlımla gəlirdik daim Xəzərin sahilinə. Yəni, burada bir hüzur tapırdıq, burada bir rahatlıq tapırdıq. Çünki Xəzər bizim Xəzərdir. Xəzər doğmadır, Xəzər bizim üçün, yəni bəlkə də sirlərimizi açdığımız gözəl məkanlardan biridir. Ən etibarlı. Bəli. Ən etibarlı və sizə də elə gəlirmi ki, bəzən biz elə bilirik o heç nə bilmir və bəzən biz onunla danışanda elə bilirik ki, yəni nəyinsə həll edə bilərmi, bilməzmi, sadəcə deyirik. Amma məqamı keçir, müəyyən bir zaman çərçivəsində görürük ki, həqiqətən ona tapındığımız əbəs deyilmiş. Yəni o dinləyir və məqamı gələndə öz həllini tapır. Olur sizdə elə? Olur. Mən daha çox dənizlə göyün birləşdiyi o üfüqü sevirəm, üfüq xəttini sevirəm.
və daha çox Xəzərin sahilində dayananda bax o birliyi hiss edirəm, o birliyə baxıram və ondan hədsiz zövq alıram. Bax, siz indi dediniz ki, Xəzərə baxıram və Xəzər elə bil ki, mənim əhval-ruhiyyəmə uyğun hərəkət eləyir. Yəni, məndə təlatüm varsa içimdə, Xəzər təlatümlüdür, gözəldirsə. Bəli, Xəzər, hər birimizin içində öz Xəzərimiz var. Hansı ilə ki, biz söhbət edirik, ondan müəyyən qədər enerji alırıq ki, o enerji ilə sonraki həyatımıza davam edirik. Əslində görmək istədiyimizi onda görürük. Bəli. Yəni hər kəs bir parçasını onda gördüyü üçün bugün mənə elə gəlir təlatümlüdür, bəlkə bir başqası üçün bugün sevinclidir, bəlkə bir başqası üçün sakitdir. Yəni hər kəs özünü doğrudan da onda tapır və sizlə bu barədə danışmağım əbəs deyil və bilirəm ki, Mədəniyyət və İncəsənət Universitetində çalışmaq həm estetika nöqteyi nəzərindən, həm də ki, ruh nöqteyi nəzərindən fərqli olmağa dəlalət edən bir amildir. O divarlar insana onu diktə edir, bilirsiniz, o qapıdan içəri girəndə o divarlar bax bunu daha çox sübut edir. Və eyni zamanda filoloq olmaq və dünya ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, bizim ötən əsrin və yaxud ötən yüzilliklərin ədəbi xadimləri, onların yazmış olduqları öz dövrünün diktələri, bütün bunların hər biri bir insanın özündə də bir mənim formalaşdırmasına imkan verən, səbəb olan bir amildir. Və həyat əlbəttə hər gün üçün, hər gün insan üçün yeni bir başlanğıcdır. Fəridə xanımı mən istəyirəm tamaşaçılarımız daha yaxından tanısın. Çünki sizin xidmətləriniz böyükdür. Bəzən əziz tamaşaçılarımız belə xanımları, belə insanları daha doğrusu cinsindən əlbəttə ki, asılı olmayaraq, şəxsən şəxsi entuziazmım olaraq istəyirəm ki, onları çəkək, göstərək, onlar tanınsın. Bəzən bir insan ekranlara o qədər gəlir, sanki ondan başqa biri yoxmuş kimi. Amma halbuki bizim bu qədər böyük işlər görən dəyərli insanlarımız var ki, onları tamaşaçılarımız tanımalıdır. Çünki canlı abidə olaraq bu yaradıcılardandır. Və biz bir-birimizə ən xoş sözləri deməliyik və demək bəlkə də məcburiyyətindəyik. Çünki bu olmalıdır. Fəridə xanım, siz professor, filologiya elmləri doktoru, çoxsaylı kitablar müəllifi, heç elmi məqalələri soruşmuram, monoqrafiyada soruşmuram, elə bu kitablar öz sözünü deyir. Fəridə xanım üçün başlanğıc nədir, nədən başlayır və bugün ömrünün hansı nöqtəsindədir? Başlanğıc, orta, yoxsa ki, yekun deməyək, amma yekunu bir 3 nöqtə deyə bilərik. Yox, hesab edirəm ki, hələ davam edir. Davam edir, bəli. Həyat davam elədikcə insanda arzular yaranır. Məsələn, hansısa bir işi görürsənsə, fikirləşirsən ki, sabah bundan daha gözəl işlər görə bilərəm. Yəni, mən şəxsən özüm belə qənaətdəyim ki, insan yaşadıkca onun arzuları yaranır və insan həyata gəlirsə, deməli, özündən sonra nə isə qoyub getməlidir. Və hesab edirəm ki, bu missiya hələ davam edir məndə. İnşallah ki, ümidim odur ki, hələ bir çox yeniliklər gətirə bilim. Azərbaycan ədəbiyyatına, Azərbaycan tədrisinə, Azərbaycan elminə bir çox yeniliklər gətirə bilim. Həm də siz bu yenilikləri təqdim eləməklə yəqin ki, onu obyektiv olaraq, obyekt olaraq o tələbələrə ki, təqdim edirsiniz. Tələbələrdən aldığınız entuziazmı, tələbələrdən aldığınız işartı davamı var deməyə əsas verir. Sözsüz. Bilirsiniz, insan bayaq dediyim kimi hansı bir missiya ilə doğulur da. Əgər müəllimsənsə, sənin missiyan odur ki, tələbəyə elə bir dərs verəsən, yəni o təkcə müəllimlik deyil, eyni zamanda həyat dərsi verəsən. Çünki yaş elədi ki, sənin qarşında oturanlar səndən çox-çox kiçiklər, onların həyat təcrübəsi yoxdur. Siz bəzən fikirləşirəm ki, həyatda səhvlərim də olub. Bax, o səhvləri təkrar eləməsin deyə uşaqlara daha həyata hazırlıqlı olmağı tövsiyə edirəm. Onlarla müəllim tələbə münasibəti yox, dost münasibəti çalışıram, saxlayam və çox qəribədir ki, yəni mən bunu ailədə gördüyüm üçün bu həmişə belə olub. Yəni həmişə, hətta özüm şagird olanda, məktəbdə oxuyanda da məni sıxan müəllimlər, mənə nəyisə zorla təlqin edən müəllimləri sevməmişəm.
özüm azad ruhlu bir insan olmuşam. Uşaqlıqdan, lap uşaqlıqdan, nə bilim, bəlkə bağça yaşından özümü tanıyandan elə olmuşam. Ona görə azad ruhlu, sözünü deyə bilən, mövqeyini ortaya qoya bilən insanlara, tələbələrə daha çox hörmət edirəm və çalışıram ki, tələbə elə olsun. İstəyir məktəb şagirdi. Yəni biz şəxsiyyət böyütməliyik. Bəli. Biz yəni öz istədiyimiz kimi yapmamalıyıq insanı. Onun daxili dünyasına enib onu yəni formalaşmağa, onun yəni özünün içində nəyi varsa, onun daha ali bir formada əmələ gəlməsinə biz çalışmalıyıq. Mən belə fikirləşirəm. Əlbəttə, biz azmı görmüşük ki, çoxsaylı kitabları olan o elm adamları cəmiyyətdə özünə bir mövqe tuta bilmir. Hər hansı bir məqama çata bilmir. Niyə? Çünki onun bir məni, bir şəxsiyyəti formalaşmayıb ki, o da özündən sonra yaratdıqlarını təqdim edə bilsin. Öncə bir insanın məni formalaşmalıdır və bunu pedaqoqlar da önə çəkirlər, adətən və çəkməlidirlər. Daha sonra onun gördüyü iş, bilirsiniz, o birin dalınca sıfır misalını. Yəni bir insan bir olmağı bacarmalıdır ki, o sıfırların sayı artdıqca o birin də dəyəri artsın. Əks təqdirdə birin heç bir olmasa sıfırın heç bir əhəmiyyəti yoxdur. Bilirsiniz, həyat təcrübəsi göstərir ki, yaxşı alim olmaq olar. Bəli. Amma müəllim olmaq, insan olmaq heç də asan deyil. Yəni alim olub özünü yuxarıdan aparmaq, yuxarıdan aşağı tələbəyə baxmaq və onun inkişafına yox, ancaq özünün yəni bir şöhrət qazanmaqla köklənmək bu düzgün deyil. Bir dəfə Fəridə xanım, bir nəfər elə sizin mövqeyinizdə olan iqtisadçı professorla söhbət eləyirdim. Heç unutmuram onu və bunu da özüm üçün bir əxs eləyirəm. Hardasa uğurlu bir çıxış eləmişdi və bunu alqışlayanda müəllimi durub, universitet müəllimi zamanında ona dərs keçən müəllimi durub deyib ki, mən sənin müəllimin olmuşam. Yəni belə bir şəxslə özünü, yəni bu uğur həm də mənimdir. Və o adam tribunadaca çəkinmədən mikrofon qarşısına təkrarən qayıdıb, elə auditoriyanın qarşısına deyib ki, siz mənim müəllimim olmamışsınız, siz sadəcə mənə dərs demişsiniz. Görürsünüz ki. Bilirsiniz, bax o siz dediyiniz yuxarıdan aşağı baxmaq, siz dediyiniz təkəbbür, iddia, o qarşı tərəfə də impulsiv olaraq reaksiya verir ki, sən mənə dərs deyə bilərsən, sən mənə müəllim ola bilməzsən. Yəni bu çox vacib amildir ki, bizdən sonra müəllimlərin bizə, uşaqların müəllimlərə oxşamaq istəməsi. Bilirsiniz, bax, məktəbdə mən ilk təcrübəmdə məktəbdə dərs demişəm və fikir versəniz, müşahidə eləsəniz, görərsiniz ki, şagird əvvəl fənni müəllimə görə sevir. Fənni fən olaraq yox, müəllim necədirsə, müəllimə görə sevir fənni. Doğrudur. Doğrudur və bu xüsusiyyətlər, Fəridə xanım, əbəs yerə deyil. Ona görə ki, siz elə bir ananın övladısınız ki, Azərbaycan ictimai-siyasi həyatında özünə məxsus imzası olan bir xanımın övladısınız və bizi izləyən tamaşaçılarımız mütəmadi şəkildə qonaqların sayəsində müəyyən bir məlumatı olan insanlardır. Svetlana xanım Nəcəfzadənin qızıdır, bizim dəyərli Fəridə xanım Səfiyeva. Və mən, düzdür, tanıyırıq biz onu, jurnalist kimi, əməkdar jurnalist kimi, onun fəaliyyətini biz bilirdik. Amma bir araşdıranda istədim ki, bax, bunu buradaca qeyd edeyim. Yəni, həm də səsləndirim. Universal Sülh Federasiyası və Ümumdünya Sülh naminə Beynəlxalq Federasiyanın sülh məramlı səfiri. Həm yazıcı, həm də Azərbaycan Qadınlar Assosiasiyası Rəyasət Heyətinin üzvü. İstanbulda keçirilən Türk qadınlarının birinci qurultayının iştirakçısı. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi və Amerika Birləşmiş Ştatlarının Kim Kimdir nəşrinin 2008-ci il nominantlarının siyahısına bioqrafiyası daxil edilib Svetlana xanımın. Və ədəbi yaradıcılığa 60-cı illərdən başlayıb, yazıçının publisistik məqalələri, oçerk və hekayələri dövrü mətbuatda dərc olunub və Svetlana Nəcəfova həm də jurnalist olub, əlində qələm və ictimai-siyasi mühitimizdə, ədəbi mühitimizdə xidməti olan bir adam olub. Və bu xanım təbii ki, bir missiya ilə bu dünyaya gəldiyinin fərqində
olub Bəli. və bu missiyanı da tərbiyə olaraq sizə aşılayıb. Bəli. Bilirsiniz, valideynlərin uşaqların həyatında çox böyük rolu var. Sözsüz ki, mənim anamın da, həm mənim, həm də bacımın tərbiyəsində çox böyük rol olub. Həm anamın, həm atamın, hər ikisi ziyalı olub. Sadəcə, bilirsiniz nə? Anam nə isə bizə güclə təlqin edəmirdi. Tərbiyə, bilirsiniz, valideyn tərbiyə verir. Amma övlad onu götürürmü? Nə dərəcədə götürür? Övlad üçün vacibdir ki, valideynin hərəkətlərində onu görsün. Bax, biz bacımla həmişə anamın necə fədakar olduğunu görürdük. Çünki Azərbaycan Qadını jurnalında baş redaktorun müavini idi. Sözsüz ki, qadın problemləri ona ən yaxın problemlər idi. Və rayondan, inanın ki, Azərbaycanın bütün rayonlarından qadınlar müraciət edirdi. Nə qədər məktublar gəlirdi, nə qədər insanlar bizim evə gəlirdi. Fəridə xanım, bundan sonra verəcəyim suallar həm də çox mənim üçün də vacib bir suallardır, amma işarə edirlər ki, reklamlarımızın zamanıdır. Mən sizdən bu çaydan içməyi təklif edirəm. İçin dadına baxın. Fikir bildirin, bəyənirsinizmi, bəyənmirsinizmi? Çox. Fərqlidirmi? Fərqlidir. Gözəl. Bu Azərbaycan brendidir, bu Hacı Seylon çaylarıdır və o vaxt yadınızdadır, Seylon Bəli, çayları bəli. adla seçilirdi. Bax, indi bizim artıq istehsalımızdır. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinlə bərabərik. Siz də alın, dəmləyin və masa ətrafında əyləşin, bizi izləməkdə davam edin. Kanalı dəyişməyin, çünki qısa bir aradan sonra buradayıq və Fəridə xanıma ünvanladığım suallar düşünürəm ki, hamının marağına səbəb olacaq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Hava, o günəş, o kainat da sanki bizə artıq deyirdi ki, yollar açıqdır, yolları açıram. Anamın Starovoytovaya yazdığı kəskin məktub, sonra anamın çıxışları, yəni və xalqla bərabər olması, bu hamısı nümunə idi bizə. Bu çox böyük bir ensiklopedik iş, vaxt tələb edir, bir də dəqiqlik tələb edir. Hamısının xatirələrini eşidirdim. O hansı ağrılardan keçiblər, onları bilirdim. İrəvanda yaşayan qoca nənəmin nələr çəkdiyini bilirdim. Mən onu ağlayan gördüm və dedi ki, mən belə yaşaya bilmirəm. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Və ümid edirəm ki, əhval-ruhiyyəniz çox gözəldir. Xəzərin sahilindən salamlayıram sizi. Və bugün Xəzərin sahilində qadın nəfəsi var, qadın ruhu var və qadın cəsarəti, qadın dəyanəti var. Çünki bu cəsarət, bu dəyanət elm sahəsində öz gücünü göstərir. Və bugün Fəridə xanım Səfiyeva bizim qonağımızdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Dillər Kafedrasının müdiridir. Filologiya elmləri doktorudur, professordur və çox sayılı kitablar müəllifidir və İrəvan, Qərbi Azərbaycan icmasında İrəvan icmasının sədridir. İrəvan şəhərinin icmasının sədridir. Bax, biz bu barədə də bir geniş şəkildə danışacağıq. Çünki son zamanlar bizim artıq yürüyüş arealımız genişlənir. Bəli. Və bizim yolumuz Zəngəzuradır və biz həqiqətən də bu yöndə çox sağlam, qətiyyətli, prinsipial bir cərəyanın əskərləriyik. Qərbi Azərbaycanlı olaraq və əlbəttə ki, hər bir kəs Qarabağlıdır və hər bir kəs Qərbi Azərbaycanlıdır və missiyamız da müqəddəsdir. Fəridə xanım, Svetlana xanımın, biz qaldığımız yerdən davam edək. Siz deyirsiniz, sizə gələn məktublar, o dövrlər həqiqətən, bax, bizim indi milli azadlıq hərəkatının daha cücərən, daha qaynayan vaxtları idi. O zaman böyük bir Sovet imperializminin, yəni onun təsirindən çıxıb yeni bir ideologiyaya dalınca getməyin özü hələ böyük sual idi. Biz bugün bu barədə asan danışa bilirik, amma o vaxt bu bir cəsarət tələb eləyirdi və siz o cəsarətli xidmətin
həm övlad olaraq şahidisiniz, bu gün həm onu ziyalı olaraq qiymətləndirirsiniz. Bəli. Bilirsiniz, o dövr, 20 yanvar hadisələri baş verən dövr, anamgil məhz bax 20 yanvar dairəsi o tərəflərdə olurdu və həm qonşularında itki oldu, həm divarlara güllələr gəldi və bilirsiniz, anamın o dövrdə keçirdikləri bizim üçün həqiqətən də belə, bilirsiniz necə, özümüz də başa düşürdük ki, bu düzgün deyil, amma anamın Starovoytovaya yazdığı kəskin məktub, sonra anamın çıxışları, yəni və xalqla bərabər olması, bu hamısı nümunə idi bizə. Biz övladları üçün nümunə idi. Siz təsəvvür eləyin ki, o dövrdə mənim bacım konservatoriyada oxuyurdu. Mən onu ağlayan gördüm və dedi ki, mən belə yaşaya bilmirəm. Və təsəvvür eləyin ki, sözsüz ki, onun tibbi təhsili yox idi. O xəstəxanaya gedib, xəstələrin demək, altını yığışdırırdı. Deyirdi, mən nəsə eləməliyəm ki, özümə təskinlik tapım. Yəni, bəli, bax, bilirsiniz, o dövr, o siyasi dövr bir çox adamları sınaqlı çəkdi və hərə öz tərbiyəsinə, öz mövqeyinə görə hərəkət edirdi. Müşahidələrinə görə. Bəli. Yəni, o dövrdə anam televiziyaya bir neçə müsahibə verdi. Elə həmən o balkondan, həmən o hadisələr baş verən məkandan müsahibələr verdi. Moskva qəzetlərinə, jurnallarına yazdı. Starovoytovaya yazdığı məktub ümumiyyətlə, inanırsınız, bu dəqiqədə mən oxuyanda onu tüklərim biz-biz olur və hərdən fikirləşirəm ki, Starovoytova o hadisədən sonra, tez bir zamandan sonra rəhmətə getdi. Fikirləşirəm ki, mamamın göndərdiyi ona o energetika, şəhid analarının ahı onu tutdu. Yəni, bax, bunun fərqindəyəm. Mən həmişə fikirləşirəm ki, anam o qədər belə böyük nifrət və acı ilə onu yazmışdı ki, o məktubu. Yəni, yəqin ki, Allah haqq səsini eşidir. Əlbəttə, Allah ədalətli Allahdır və Allah, biz bunu bilirsiniz nə də gördük bir də. Fərdə xanım, fikir verdiniz, 44 günlük müharibə şəraitində kainat da bizimlə idi. Hər gün günəşli idi. Hər gün hava gözəl idi və biz çovğun, qar, küləkli Bakıda külək belə yox idi, təsəvvür edirsiniz. Hava, o günəş, o kainat da sanki bizə artıq deyirdi ki, yollar açıqdır, yolları açıram və siz irəli. Siz haqq işi idi də, haqq işi başqa cür necə olmalı? Kainat nə zaman, Allah nə zaman insanın, o deyirlər, Allah belincə, bizdə belə bir söz var, Allah belincə. Yəni, Allah üstündə olsun. O zaman ki, sən haqlısan, haqlı olduğun məqamda. Və sizin, bax, zaman da yetişdi, dövr də gəldi. Artıq biz Qərbi Azərbaycan icması adı altında toplaşırıq və o məkana toplaşırıq və o məkanda artıq yaşantılarımızı bölüşürük, fikirlərimizi və gördüyümüz işləri paylaşırıq, bölüşürük. Və sizin də İrəvan şəhərində, İrəvan şəhər icmasının sədri olmanız əbəs deyil. Çünki gördüyünüz bu hadisələr həm ailədə tərbiyə, həm fəaliyyət və s. Burada mənim qarşımda İrəvan tarixi həqiqətlər və şəxsiyyətlər kitabı var. Əziz tamaşaçılarımız, bax, bu kitab yenicə nəşrdən çıxıb və hətta təklif edərdim ki, bax, bu kitablar orta məktəblərə də paylanılsın. Bundan şagirdlərin, tələbələrin də xəbər olsun. Niyə? Çünki burada qısa, lakonik və iki dildə və bu çox böyük bir ensiklopedik iş vaxt tələb edir, bir də dəqiqlik tələb edir. Bəli. Fərdə xanım, mən sizi təbrik edirəm və bu kitabın ərsəyə gəlməsinə, bir də ki, İrəvanda baş verən o hadisələri siz necə xarakterizə edirsiniz? Bax, bu barədə istəyirəm eşidək. Bilirsiniz, məni İrəvan icmasına sədr təyin eləyəndə o qədər qəribə hisslər keçdi ürəyimdən. Yəni, hər il yaşad olduqca mən anamın İrəvan haqqında xatirələrini, nənəmin, babamın, dayılarımın hamısının xatirələrini eşidirdim. O hansı ağrılardan keçiblər, onları bilirdim. Qoca nənəmin, İrəvanda yaşayan qoca nənəmin nələr çəkdiyini bilirdim. Yəni, o son zamanlara qədər Bakıya gəlmək istəmirdi. Niyə görə? Çünki
oğlu müharibəyə getmişdi və ümid edirdi ki, müharibədən oğlu məhz İrəvana qayıdacaq. O başqa Bakını tanımır, o necə gələ bilər? Yəni bu ağrın acının içindən keçə-keçə onu görməsəm də, yaşamasam da, amma uşaqlıqdan o formalaşan anamın dedikləri, nənəmin dedikləri elə bil ki, bunlar hamısı səbəb oldu ki, bax bu cür İrəvan icmasının sədri təyin olundum və elə bilirəm ki, bununla mən bütün Qərbi Azərbaycan, ələlxüsusda İrəvan əhalisinin qarşısında müəyyən bir missiyanı yerinə yetirməliyəm. Və fikirləşdim ki, nə etmək olar? Sözsüz ki, İrəvan icması olaraq İrəvanlılar bir yerə toplaşır, yəni iclaslar keçirik, toplaşırıq bir yerdə, hər öz xatirələrini danışır, çalışırıq ki, o İrəvanda yaşamış qoca bu saat yaşlı insanlarla görüşək, onlarla çəkilişlər aparaq ki, o xatirələr qalsın. Və sözsüz ki, Qərbi Azərbaycanın paytaxtı İrəvan olduğuna görə əsas mədəni mühit də İrəvanda olub. İrəvandakı məscidlər, məktəblər, teatr, mətbuat, onlar haqqında qısa, lakanik mən fikirləşdim ki, məlumat olmalıdır ki, biz artıq özümüz bildiyimiz informasiyanı dünyaya çatdırmalıyıq. Yəni, və indi prezidentimizin bizim üçün yaratdığı şəraitdən biz hamımız bir ziyalı olaraq istifadə edib prezidentimizin siyasətinin davamçısı olmalı və prezidentin yanında olmalıyıq. Dəstək olmalıyıq. Bəli, ona görə də mən fikirləşdim ki, bax bu kitab olmalıdır, məhz ingilis dilində olmalıdır ki, bizim həqiqətləri xaricdə də başa düşsünlər, görsünlər. Yəni, hər məhəllənin məscidi olan bir şəhərin necə erməni şəhəri olduğunu iddia eləmək olar. Düzdür, bu məscidlər hamısı dağılıb, amma şəkillər qalıb. Bəli, bəli, bəli. Bax, Fransa barbar bağırır. Fransız rəssamların rəsm əsərləri var ki, onların rəsmlərində artıq görsənir ki, bu Azərbaycanın şəhəridir. Buyurun, bura yazılıb erməni vandalizmi və abidələrin dağıdılması, sökülməsi. Bəli, bu abidələrimiz hamısı dağıdılıb. Ancaq nə yaxşı ki, şəkilləri qalıb, nə yaxşı ki, fotoları qalıb və bunları bir araya yığmaqla mən həqiqətən də İrəvanın Azərbaycanlı şəhəri olduğunu, hətta Jarden orada deyir ki, İrəvan təmiz türklərin yaşadığı bir şəhər idi. Yəni, bunu biz də deyirik, bizdən başqa bunu xarici səyyahlar, mütəxəssislər, alimlər də deyir. Rusiyanın, Fransanın, başqa ölkələrdən olan rəssamların İrəvanla bağlı şəkilləri var ki, orada özləri də etiraf edirlər və etiraf eləməsələr də bu dəqiqə görsənir ki, o müsəlman şəhəridir. Onun məscidləri, onun əhalisi, onun karvansaraları, hər bir torpağında, yəni, həmişə deyirəm, yəni bir bel götürüb torpağını qazsan, bir ovuc torpaqda da Azərbaycanlıların əlamətləri olacaq, hansısa bir məişət, sosial məişət yaşamında da xırda detaldan tutmuş. Biz elə bu illər ərzində nə qədər şahid oluruq, olmaqdayıq da, musiqimiz, milli mətbəximiz, malik olduğumuz ənənələr, bütün bunların hər birini mənimsəyirlər və o yerdə mənimsəyirlər ki, həmin o ornamentlərdə, həmin o mirizmalarda, həmin o səs tonunda, həmin o instrumental musiqilərdə milli Azərbaycan, müsəlman, siz dediyiniz kimi, müsəlman elementləri özünü tapır. Bunu necə sən mənimdir deyə bilərsən, yəni ən azı bir xristiyan olaraq mənimdir deyə bilərsən. Siz icma olaraq həm də ki, bax bu kitablarla yanaşı tədbirlər də keçirirsiniz və bu tədbirlərlə də geniş şəkildə onun fəaliyyətini işıqlandırırsınız. Bilirsiniz, indi Qərbi Azərbaycandan olan bizim soydaşlarımız Azərbaycanın, sonra dünyanın hər bir yerini səpələniblər. Onları bir araya yığmaq, böyük bir qüvvə şəklində onları toplamaq bu bizim bu saat ən böyük missiyalarımızdan biridir və hər Qərbi Azərbaycan hər bir kəndinin, hər bir rayonun özünün icma rəhbəri var. Mən İrəvan icması rəhbəri olaraq mən İrəvanlıları bir yerə toplayıram, iclaslar keçiririk. Yəni onlara vəsiqələr paylanır ki, bəli, bunların ata torpaqları İrəvan olub. Nə gözəl. Və sözsüz ki, İrəvan deyəndə təkcə abidələr deyil,
onun insanları, ziyalıları. Bəli. Bax, ona görə kitabın müəyyən hissəsi İrəvan ziyalılarına həsr olunub. İrəvan ailə səcərələrinə həsr olunub ki, hələ bəlkə də 19-cu əsrdə bir çox yerlərdə xanımlar çadır altında olanda İrəvan xanımları xaricdə təhsil alıb gəlirdilər və İrəvanda məktəblər açırdılar, qadın məktəbləri açırdılar ki, qadınlarımız, savadsız qadınlarımız savad alsınlar, müəyyən sənətə yiyələnsinlər. Yəni bu cür fədakar insanlarımız olur. Və bu soy kökü də özündə davam etdirən bugün müasir Azərbaycan quruculuğunda öz sözünü deyən insanlar bax bu fəaliyyətlə davam edirlər və tarixi yaşadırlar. İşarə edirlər ki, bizim reklamlarımızın zamanıdır. Qısa bir aramız var yenidən burada. Amma zaman necə gəldi, keçdi bilmirəm, amma artıq yekunlaşdırmağa doğru gedirik. Əziz tamaşaçılarımız, ümid edirik siz də bizimləsiniz, ümid edirik siz də bizi dinləyirsiniz, ümid edirik siz də bizimlə bax bu müzakirə predmeti olaraq bizimləsiniz. Hacı Seylon çaylarının baş sponsorluğu ilə sizinləyik. Bizim qonağımız da dadır Hacı Seylon çaylarını və qısa bir aradan sonra buradayıq. Siz də Hacı Seylon çayları alın, dəmləyin, için və bizimlə olun. Verilişin baş sponsoru Hacı Seylon çayları. Yəqin ki, hər biriniz sevdiklərinizlə bərabər gözəl bir çay süfrəsində əyləşməyi arzu edirsiniz. Lakin bu çay gözəl və təbii dəmlənmiş çay olmalıdır. Gözəl və təbii dəmlənmiş çay seçimində biz sizə yardımcı olmaq istəyirik. Çox düşünməyə ehtiyac yoxdur. Hacı Seylon çayları əsl Azərbaycan brendidir və Şri-Lanka torpaqlarında yetişdirilən kolların pöhrələrindən hazırlanır və əsl dəmlənmiş keyfiyyətli çay bir sıra xəstəliklərin müalicəsidir, onu bilirsinizmi? Yorğunluğu aradan qaldırır, yuxusuzluğu, yuxululuğu aradan qaldırır. Bəs bu keyfiyyətli çayı hardan seçim, hardan alım deyirsinizsə, çox düşünməyə ehtiyac yoxdur. Ölkəmizdə fəaliyyət göstərən Tayqa ticarət mərkəzlərindən ala bilərsiniz və orada seçimlər də müxtəlifdir. Belə ki, yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı sadə qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Earl Grey çeşidi xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə iri yarpaqlı yaşıl çaydır. İstədiyiniz zövqə uyğun bu çay nümunələrini gedib, seçib, alıb, dəmləyib içə bilərsiniz. Çünki Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Hacı çay, imtina edilməyəcək təklif. Verilişin baş sponsoru Hacı Seylon çayları. Tələbələr deyirlər ki, Fərdə xanım, siz yəqin yaxşı oxumusunuz, məktəbdə əlaçı olmusunuz, belə nümunəvi. Gizlətmirəm, deyirəm yox. O qədər də yox. Onların bizim yerli uşaqlarla səviyyəsi eyni olmadığına görə çox çətinlik çəkirdik dərs deməyə. İnanırsınız ki, bu kitabı mən 2004-cü ildə yazanda hələ dünya təcrübəsində belə kitablar yox idi. Bizim sizə sürprizimiz var. Mən istəyirəm ki, o sürprizi sizə təqdim edeyim. Çox maraqlıdır. Reklamlarımız bitdi, əziz bizi izləyən tamaşaçılarımız. Hər birinizi bir daha salamlayıram. Xəzərin sahilindən salamlayırıq sizi. Və bugün Xəzərin sahilində qadın nəfəsi, qadın ruhu, qadın şücaəti və qadın dəyanəti var. Çünki alimdir bizim qonağımız. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Dillər Kafedrasının müdürüdür, filologiya elmlər doktorudur, professordur. Qərbi Azərbaycan icmasında İrəvan icmasının sədridir və çox sayılı kitablar müəllifidir. Bizim dəyərli Fəridə xanım Səfiyeva və bu dəqiqələr, bu zaman sizə Hacı Seylon çaylarının baş sponsorluğu ilə təqdim olunur. Qaldığımız yerdən davam eləyək. İnanın Fəridə xanım, o qədər maraqlı bir... Mən, əziz tamaşaçılarımız, Fəridə xanımı bu verilişə dəvət etməzdən öncə araşdırdım, bir-iki təqdimatında iştirak etdim. Sonra kitablarının tərtibatı ilə, mənim üçün bu çox önəmlidir. Kitabın tərtibatı müəllifin zövqünün diktəsidir. Yəni ki, xırda detal artıq onun əsəridir. Sonra və mən israrla Fəridə xanım dedim, Fəridə xanım,
Bu verilişdə sizi görmək istəyirəm. Təşəkkür edirəm ki, dəvətimi qəbul etdiniz. Çox şadam. Və Fərdə xanım uşaq psixologiyasını, gənc psixologiyasını yaxşı bilir. Bayaq söhbətimizin əvvəlində Xəzərlə bağlı sual verəndə siz də hiss etdinizsə, dedi dərsdən qaçanda Xəzərin sahilinə gəlirdik. Dərsdən qaçan uşaq, dəcəl uşaq həmişə sağlam və uğurlu uşaq olur. Və bugün yəqin ki, onun səbəbidir ki, siz bax, bu çoxsaylı kitabları yazdığınız kitablar elmi dərslik kitablarıdır. Bəli. Və bu da tələbənin qavradığı formada, bəli. Bilirsiniz, sıradan bir yazıb qoymaq olar, amma bunu sxema salmaq, sxematik formada daha asan üsula salıb o tələbənin, o şagirdin qavramasını əldə etmək o ancaq daha asan və dəcəl və sağlam uşağın məhsulu ola bilər. Ola bilər, ola bilər. Bilirsiniz, Fəxriyə xanım, hərdən auditoriyaya girəndə, uşaqlarla söhbət eləyəndə tələbələr deyirlər ki, Fərdə xanım, siz yəqin yaxşı oxumusunuz, məktəbdə əlaçı olmusunuz, belə nümunəvi. Gizlətmirəm, deyirəm yox. O qədər də yox. Mənim bacım Bülbül adına məktəbi medalla qutarıb, konservatoriyanı fərqlənmə diplomu ilə qutarıb və o da demək konservatoriyanın professoru idi, indi bu dəqiqə Amerikada yaşayır. Yəni o həqiqətən nümunəvi bir şagird həyatı yaşayıb, mən yox. Mən bir balaca başqa cür olmuşam və bunu da heç vaxt gizlətmirəm. Bilirsiniz, sevmədiyim dərslərdə oturmurdum. Üstünlük verirdim ki, kitab götürüm, bir mütaliə kitabı. Xüsusən dünya ədəbiyyatını çox sevirdim. Çünki bayaq dediyim kimi hesab eləyirəm ki, hər bir şagird müəlliminə olan sevgisindən onun fənnini sevir. Və mənim də çox gözəl müəllimim var idi. Onun bizə çox gözəl dünya ədəbiyyatını başa salırdı, Rus ədəbiyyatını başa salırdı və sevirdim kitab oxumağı. Və çıxırdım, parkda otururdum, kitab oxuyurdum, amma dərsə bəzən getmirdim. Bu sxemə salmaq, bax bunu daha asan qavranılan, özə bildiyim qədərlə Polşa tələbələri daha çox bundan maraqlanıblar və siz gedib orada görüşürsünüz bu tələbələrlə. Bilirsiniz necədir? Mən əvvəl demək, bir müddət Oksford məktəbində dərs deyirdim, Bakı Oksford məktəbində. Orada müxtəlif səviyyəli şagirdlər var idi, hansılara ki, Azərbaycan dilini başa salmaq çox çətin idi. Olurdu ki, səfir uşaqlarıdır, xaricdə yaşayıb müəyyən dövrdən sonra Bakıya gəlib burada Azərbaycan dilini qavramalıdırlar. Yəni, onların bizim yerli uşaqlarla səviyyəsi eyni olmadığına görə çox çətinlik çəkirdik dərs deməyə. Və mən fikirləşdim ki, necə bir üsul eləyim ki, bu uşaqlar Azərbaycan dilini həm sevsinlər, qorxmasınlar onu öyrənməyə ki, yəni biz birdən-birə böyük material verəndə uşaq çaşır qalır və ona artıq öyrənmək istəmir. Və belə bir üsuldan istifadə elədim. Azərbaycan dili sxemlərdə adlı bir dərslik yazdım və çox şükürlər ki, uğurlu oldu. Yəni bütün qrammatik materiallar, fonetikadan tutmuş, ta axırıncı 11-ci sinifə materiallarına qədər hər bir şey sxemdədir. İnanırsınız ki, bu kitabı mən 2004-cü ildə yazanda hələ dünya təcrübəsində belə kitablar yox idi. Çünki mən dünya təcrübəsinə baxdım, müxtəlif xarici ölkələrdə çıxan dərsliklərə baxdım, belə bir təcrübə yox idi. Və həqiqətən də bu kitab böyük populyarlıq qazandı, elə Azərbaycanın özündə. Məndən gəlib bunu aparırdılar rayonlara, kəndlərə, kitab dükanları və 10.000 nüsxə ilə satıldı. Hətta sonradan yenə də istədilər, mən fikirləşdim ki, proqram dəyişilib, onu yenidən işləmək lazımdır. Və bu kitabın populyarlığı artıq çox bilinəndən sonra o dövrdə Misir Mərdanov idi nazir. Nazir məni dəvət elədi. Təhsil naziri və dedi ki, Polşada bizim səfirimiz xahiş edir ki, Azərbaycan dili kitabı yazılsın. Çünki Polşa universitetlərində istənilən bir dili öyrənmək üçün
dərs vəsaiti var, amma Azərbaycan dili vəsaiti yoxdur. Və mənə sifariş elədilər. Mən böyük həvəslə, yəni bilirsiniz, Azərbaycan dilini öyrənmək istəyən rus dillilər üçün də sonra kitabım çıxmışdı. Bu da uğurluydu və ona görə fikirləşdim ki, mən bacaracağam. Və həm də bilirsiniz, bu da yenə hardasa müqəddəs missiyadır ki, Əlbəttə, sən əlbəttə. sənin kitabın xaricdə Əlbəttə. Azərbaycan dilini öyrənmək istəyənlər üçün bir Həm də vəsaitdir. indi bax bu da o əslində o stilistikadan istifadə edib indi müəyyən yaş həddində olan insanlar var ki, onlar başqa dilləri də öyrənmək istəyir. İngilis dili bu dəqiqə bizim üçün vazkeçilməz dil olub. Bax bundan da istifadə eləmək olar. Zamanımız qısaldıqca Fərdə xanım, bizim sizə sürprizimiz var. Zaman itirmədən mən istəyirəm ki, o sürprizi sizə təqdim edeyim. Çox maraqlıdır. Fərdə xanım, sizin haqqınızda fikir bildirən, artıq daimi tamaşaçılarımız bilir ki, ənənəmiz var. Bəli. Fikir bildirən bir insan var. Yox, əyləşin. İnsan var və Maraqlıdır. sizcə kimdir? Çox adam olur. Bu sual bir çətin sualdır. Tanınmış professor Fəridə xanım Səfiyevanın bu yaxınlarda işıq üzü görmüş Tarixi Həqiqətlər və Şəxsiyyətlər kitab albomu ilə mən yaxından tanış olmuşam. Kitab albom böyük zəhmət hesabına başa gəlmiş bir vəsaitdir və bir çox məziyyətlərinə görə indiyə qədər İrəvan və İrəvanlılar haqqında yazılmış kitablardan fərqlənir. Birincisi ona görə ki, kitab iki dildə, Azərbaycan və İngilis dilində hazırlanmışdır. İkincisi, onunla fərqlənir ki, kitabda göstərilən faktların hər biri fotoşəkillərlə müşahidə olunur. Yəni, təkcə yazı ilə yox, kitabı oxuyan fotoşəkillərə baxıb, İrəvan haqqında, İrəvanlılar haqqında, İrəvanın müxtəlif problemləri haqqında məlumat ala biləcəklər. Kitabda İrəvan qalası, İrəvan xanlığının yaranması, İrəvan şəhəri, İrəvan şəhərinin ərazi bölgüsü, İrəvan xanlığının idarəçilik sistemi, İrəvanın təhsil sistemi, İrəvan qalasının sərhədləri, xanlıqların mahalları, fotoşəkillərlə və tarixi sənədlərlə təsvir olunmuşdur. Burada eyni zamanda İrəvan şəhərinin məşhur ailələri, İrəvanskilər, Əliyevlər, Qədimbəyoğlar, Topçubaşovlar, Makinskilər, Seyidzadələr, Mirbağırovlar, Mirbabayevlər, Məmmədsadələr, Qazıyevlər, Bağırbəyovlar, Muğallinskilər, Nəcəfovlar, Şahbazovlar, Bağırovlar, Seyid Rüstəmzadələr, Kərimovlar və başqa nəsillərin nümayəndələri öz əksini tapıbdır fotolarda. Fəxriyə xanım, Misir müəllimin adını çəkdik, sözün düzü gözləmirdim. Siz soruşanda mən gözləmirdim ki, bəs Misir müəllim olar. Sağ olsun, çünki Misir müəllim həqiqətən də kitabın ərsəyə gəlməsində də hardasa iştirak edib. Yəni, mən müəyyən şeylərdə onunla məsləhətləşirdim, müəyyən məlumatlarda və təqdimatlarımda yaxından iştirak edib. Çünki kitaba çox yüksək dəyər verirdi. Bax, buradan da göründüyü kimi. Misir müəllim elə bir ziyalıdır ki, o obyektiv və dəqiq. Dəqiq, riyaziyyatçıdır. Və öz qiymətini verən və uzun illərdir ki, hərdən fikirləşirəm, deyirəm ki, Misir müəllimin həm təhsil kimi bir çətin sferanın naziri olaraq fəaliyyət göstərmək və bugün də xalq tərəfindən sevilmək, bu artıq yəni bir göstəricidir. Çox böyük göstəricidir. Bu mənada onun verdiyi qiymət önəmlidir. Və Fərdə xanım, çox önəmlidir. Mənim üçün çox önəmlidir. Hə, biz bugün bir məqama toxunduq. Sizin ananızın fəaliyyəti, sizin ananızın həm cəmiyyətdə, həm insanlar arasında və tamaşaçılarımız üçün məlumat olaraq deyim, sizin ananızın həm də bir sevgiyə dəstək olaraq, bir sevgiyə qiymət olaraq verdiyi bir nüans da var. Yəni, o sevginin arxasındadır, bərabərliyin arxasındadır. Bunun bariz nümunəsi kimi sizə fikir bildirən daha bir sevdikləriniz var.
Professor Fərdə xanım Səfiyevanı uzun illərdir ki tanıyıram. O çox elmli, bacarıqlı, qabiliyyətli bir xanım olmaqla yanaşı kübar ədəbi olan bir ziyalımızdır. İçində dünya boyda vətən sevgisi bəsləyən dostumdur. Dostluqda səmimi, etibarlıdır. Çətinliyi olanda öz ixlas yolunu seçməyi bacarır, səssiz, küysüz bir kənara çəkilib yoluna, işinə davam edir. Problemini bölüşdüyü adamın da dərdini dinləməyi könül açıqlığı ilə bacarır. Əsl ali insanlıq xarakteri. Həm də onun nə qədər səbir sahibi olmasına sübutdur. Səbirli insanlar Allahı sevənlərdir. Onu sığındığı uca Allah ailəsi, doğmalarıdır. Sevdiyi isə daha çox tələbələridir. Gec-gec görüşürük. Görüşəndə isə sanki uşaqlıq dostu kimi hər söz-söhbətimizi bir-birimizə çatdırmağa tələsirik. Həqiqətən elədir. Çox sağ olun. Mənim üçün çox xoş oldu. Almaz xanımı həqiqətən çox sevirəm. Həm də yəni anamla bağlı xatirələr də var. Bilirsiniz, Fərdə xanım, siz elə bir imzasınız ki, mən sizi tanıyandan sonra bu qənaətə gəldim. Sizin haqqınızda hər kəs söz demək istəyir. Sizin haqqınızda hər kəsin söz deməyə haqqı da var deyə bilərik. Amma 2 nəfər seçmək imkanım vardı və o 2 nəfərdən düşündüm ki, bu insanların fikirləri mənim üçün obyektiv fikirlərdir. Çünki bilirəm ki, tərəfsizdir. Bəli. Almaz xanım dedi ki, Svetlana xanım, onun anası mənə elçi gedib. Bəli. Mənə və Almaz xanımı vermirdilər. vermirdilər, elçi gedib və bu gün də xoşbəxt, şad-xürrəm yaşayırlar və bu nüans əlbəttə öz əksini tapmalı idi. Mən sizə təşəkkür eləyirəm. Dəvətimizi qəbul etdiniz, gəldiniz və sizinlə olmaq çox xoşdur. Çünki bir ziyalı işığı, mətin, dəyanətli, prinsipial bir ziyalı işığı hər zaman könül oxşayandır. O ki, ola belə gözəl qadın, o ki, ola belə zərif qadın. Fəxriyə xanım, mən sizə minnətdaram. Yəni mənim üçün böyük sürpriz oldu. Deyim ki, çoxdandır dənizin sahilinə gəlmirdim. Vaxt baxımından heç yox. Yəni həm dənizimi gördüm, həm sizi gördüm, həm gözəl insanlar əhatəsində, yəni onların mənim haqqımda dedikləri mənə çox xoşdur. Mən həqiqətən sevdiyim insanlardır, güvəndiyim insanlardır, dost bildiyim insanlardır. Siz çox düzgün seçim eləmişsiniz, onu da deyə bilərəm. Var olasınız və bu gözəl an, bu gözəl dəqiqə Hacı Seylon çaylarının baş sponsorluğu ilə təqdim olunur. Fərdə xanım, bax, veriliş boyu içdiniz, veriliş boyu bəyəndiniz və bunu aparırsınız evə. Böyük məmnuniyyətimlə. Burada bütün növ çay nümunələri var. Ətirli, iri yarpaqlı, xırda yarpaqlı, paket. Hansı rahatdırsa onu istifadə edirsiniz. Mən kafedrada da dəmləyirsiniz, içirsiniz. Mütləq. Bu da təqvimdir. 2025-ci il bizim hamımıza uğur gətirsin. Uğur gətirsin, inşallah. Və gözəl günləri qeyd edək. Bax, Bəli. belə bir təqvim günlərini qeyd edək və burada hər zaman sizin üçün açıqdır. Çox sağ olun. Daha bir bu gözəl məkanda təşəkkür edirəm. Çox sağ olun. Bu gözəl məkanda Fərdə xanım, belə bir gözəl xanıma əlbəttə ki, gül yaraşır. Bu güllər sizindir, bu güllər ağ çiçəyimdəndir. Bu gözəl məkanı gözəlləşdirən də ağ çiçəyimdir və biz buradan ağ çiçəyimə təşəkkür edirik. 25 ildən çoxdur ki, dəyişməz olaraq öz keyfiyyətini, öz kalitəsini, öz adını, öz imicini qoruyur və xanımlarımızın da könlünü oxşayır. Çox, çox. Mən sizə minnətdaram. Ona görə ki, verilişə dəvətimiz. Ona görə ki, siz özünüz o qədər zərifsiniz ki, sizinlə söhbət eləmək, sizinlə həm söhbət olmaq və bu məkanda olmaq həqiqətən mənim üçün sürpriz idi. Gözəl idi. Təşəkkür edirəm. Hər bir həyatda yaşananların uğuru, başlıca uğuru dəyişməz olaraq qalan bir aksiyondur. Sevgi, sevgi, sevgi. Bol sevgilərimizlə sizi hələlik söyləyirik, ardı var deyirik və bərabər olacaq. Görüşmək ümidi ilə. Verilişin baş sponsoru Hacı Seylon çayları.